İmam-ı Əsgər əleyhissalam bizi düşünməyə dəvət edir. Təfəkkürə çağırır. Təfəkkür neçə hissədən ibarətdir? Neçə cür ola bilər? Yaradılış aləmində təfəkkür, təkvin aləmində. Allah yerlər yaradıb, yer yaradıb, göylər yaradıb, varlıq aləmində insan düşünür. Quran buyurur ki, İnnə fi xalqis səmavat vəl-ard və ixtilafil leyli vən-nəhar lə ayat. Ayələr var. Ağıl sahibləri üçün. İnsanlar baxır yaradılış aləminə, düşünür, təfəkkür eləyir. İbadətdir bunun özü. Özü haqqında düşünür ki, mən kiməm, xaliqim kimdir, bu dünyanın mahiyyəti haqqında düşünür, ölümdən sonra haqqında düşünür, Allahın işlərində düşünür, ilahi ayələr haqqında düşünür. Bu bir növ təfəkkürdür. İkinci təfəkkür siyasi təfəkkürdür. İnsan siyasi proseslərdə düşünməlidir. İnsan əgər siyasi, ictimai təfəkkürə malik olmasa, imanın dinini əldən verər. Şiə gərək ictimai, iqtisadi və siyasi təfəkkürə sahib ola. İmam bizi buna dəvət edir. Təfəkkür, siyasi təfəkkür var, ictimai təfəkkür var, iqtisadi təfəkkür var. Şiələr o qədər zirəng olmalıdırlar. İqtisadiyyatları möhkəm olmalıdır. İctimai məsələlərdə, siyasi məsələlərdə təfəkkürə malik olmalıdırlar. Düşüncəyə malik olmalıdırlar. Özlərinin xəttləri olmalıdır. Bir növdə təfəkkür hərbi və nizami təfəkkürdür. Şiə bu barədə dünyada özün sübut elədi. Bütün bu sanksiyalara rəğmən Allah qoşunu Şiə dünyada özün isbat elədi. Və isbat elədi, bunu sübut elədi ki, inkişaf eləyə bilərəm və güclü ola bilərəm. Təqbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Şiə sübut elədi ki, bəli, biz öz təfəkkürümüzlə, istər siyasi cəhətdən, istər ictimai cəhətdən, istər iqtisadi cəhətdən, hərbi cəhətdən biz təfəkkürə malikük, düşüncəyə malikük, bütün sanksiyalara, sıxıntılara rəğmən biz inkişaf elədik və güclü olduq. Bunu sübut elədi. Və bariz nümunəsi Şiənin o Xeybər şikən raketləri idi ki, düşməni məhkum elədi, düşməni məğlub elədi, düşməni xar zəlil elədi. Bu hardan gəlir? Bir halda ki, Şiə hər tərəfdən sanksiyalara məhkumdur. Şiənin bu hərbi gücü, Şiənin düşmənə vurduğu bu ağır zərbə Şiənin elminin və təfəkkürünün nəticəsidir. Şiə bunu sübut elədi dünyada. Siz elə bilirsiniz, bizi sıxırsınız, bizi inkişaf elə bilməyəcəyik. Yox, biz İmam-ı Əsgəri şiəsiyik. Bizim əlimizdə olanlar dünya sizin əlinizdə yoxdur. Hansı bir üzdə İmam-ı Əsgəri kimi imam var? Əhl-i Beytdən əlimizə yetişən bu miras, əgər biz əməl eləsük, əgər biz həyat tərzimizdə imamların bizlərə buyurduqlarını tətbiq etsük, hər cəhətdən xoşbəxt olarıq. Fərdi həyatımızda, ailə həyatımızda, ictimai, siyasi, hər cəhətdən əgər biz imamlara itaat eləsük, inkişaf eləyərik, heç vaxt geri qalmarıq, heç vaxt xar olmarıq, heç vaxt düşmənə məğlub olmarıq. Əyani şəkildə Şiə, Allah ordusu bunu bizə göstərir.